Diqqətlə baxın, LG markalı paltaryanla bağlı sizə 3 məlumat verəcəm. Birinci odur, Palaskania adıcım var. Tək adıcım proqramı yoxdur. Onun üçün neyiniz? Birinci paltaryanı yandırırsınız, adıcım basırsınız. Sonra start verirsiniz. Bu nə deməkdir? Tək adıcım. İkinci maarifləndirici məlumatı ondan ibarətdir ki, paltaryanı yandırırsınız. Bu iki knopkanı basılı saxlayırsınız. Özünü yuma proqramıdır. Ekrana yazı gələndən sonra start verirsiniz. Başlayır özünü yumağa. Üçüncü məlumat ondan ibarətdir ki, əgər paltaryanımızın içində su qalıbsa, yandır adıcımı 2 dəfə bas, sonra start ver. Suyu buraxsın, sonra paltarı götür, qırağa qoy. Problem varsa ustabı çağır və yaxud da ki, paltaryanı qırağa qoy geçsin. Dördüncü məlumat, istəyirsiniz qaynama. Pambığa qoyursunuz, dərəcəni 95-ə qaldırırsınız temperaturdan, bu da olur qaynama. Əgər hər hansı paltaryanla bağlı sualınız varsa, nömrədə səhifədə var, ya da yoruma yazın, təmirlə bağlı. Kimin fikri varsa, nömrə səhifədə var, zəng edə bilərsiniz.